Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Warwick Universiteti ilə birgə həyata keçirilən bərpa olunan enerji ixtisası üzrə ikili diplom magistr proqramının ilk məzun buraxılışı keçirilib. Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye nümayəndələri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər. Mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyublar. Tədbirin rəsmi hissəsi məzunların səhnəyə daxil olması ilə başlayıb. Daha sonra proqramın bir illik fəaliyyətini əks etdirən təqdimat və icmal video nümayiş olunub. Tədbirdə çıxış edən rektor Rüfət Əzizov ikili diplom proqramlarının tələbələrin beynəlxalq səviyyəli təhsil almasına və rəqabət qabiliyyətinin artmasına xidmət etdiyini deyib. O, proqramın dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdiyini və aidiyyatı qurumlara təşəkkür etdiyini deyib. Daha sonra Warwick Universitetinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor Robin Clark çıxış edərək proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib və tərəfdaşlığın gələcək inkişaf perspektivlərini qeyd edib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, eləcə də BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti, Birləşmiş Krallığın Britaniya İmperiyası ordeninin fəxri zabiti Dr. Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın əhəmiyyətindən danışaraq məzunları təbrik edib. Onların ölkənin enerji sektorunun inkişafında mühüm rol oynayacaqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Warwick Universiteti arasında həyata keçirilən bu proqram bərpa olunan enerji sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Proqramın ilk buraxılışı üzrə 27 məzun təhsilini uğurla başa vurub. Tədbir çərçivəsində məzunların çıxışları dinlənilib, daha sonra diplomların təqdimat mərasimi keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kiber təhlükəsizlik sahəsində karyera qurmaq istəyən gənclər üçün xüsusi tədbir təşkil olunub. Tədbirin əsas məqsədi kiber təhlükəsizlik sahəsinə maraq göstərən gəncləri sektorun aparıcı mütəxəssisləri ilə bir araya gətirmək, onlara real iş mühitini yaxından tanıtmaq və peşəkar şəbəkələşmə imkanları yaratmaq olub. Gənclərlə mütəxəssislərin görüşü praktiki yönümlü proqram ilə seçilib. Belə ki, iştirakçılar simulyasiya müsahibələrində iştirak edərək real iş müsahibəsi mühitini təcrübədən keçirib. Həm texniki biliklərini, həm də kommunikasiya bacarıqlarını sınayıblar. Tədbirdə müxtəlif qurumları təmsil edən mütəxəssislər çıxış edərək öz təcrübələrini gənclərlə bölüşüblər. Azərbaycan Texnologiya Universitetində regionun ən iri miqyaslı startap yarışmalarından biri olan GreenTech 3 startap və yaşıl texnologiyalar müsabiqəsi keçirilib. Müsabiqədə Respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda, alternativ enerji və təmiz dünya, rəqəmsal həllər və robototexnika və inklüziv və sosial innovasiyalar olmaqla 3 kateqoriya üzrə birinci, ikinci, üçüncü və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb. Yarışda ikinci yeri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Co-Brain Medical komandası, Bakı Dövlət Universiteti və Qarabağ Universitetinin Nanotech, Mingəçevir Dövlət Universitetinin Agro-Over komandaları tutub. Qeyd edək ki, komandamızın Co-Brain layihəsi fəaliyyətlər zamanı insanların təhlükəsizliyini təmin etməyə yönəlib. Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaznetmədən Fakültəsinin Neft-Qaz Mühəndisliyi kafedrasının dosenti Qriqori Penkov Qazaxıstanın Almatı şəhərində Qazax-Britaniya Texniki Universitetinin ev sahibliyi ilə keçirilən 2-ci beynəlxalq enerji və layların neft verməsinin artırılması konfransında iştirak edib. Konfrans çərçivəsində Qriqori Penkov elmi tədqiqat işini təqdim edərək əsas məruzəçi qismində çıxış edib. Tədqiqatda yeraltı süxurların karbon qazının təhlükəsiz şəkildə saxlanması üçün dayanıqlılığı araşdırılıb. Tədbir enerji sahəsində mövcud çağırışların lay mühəndisliyi və neft vermənin artırılması istiqamətində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Startup School 4 layihəsi çərçivəsində
infosessiya təşkil olunub. Tədbirdə iştirakçılara proqram haqqında ətraflı məlumat verilib. Çıxışlarda layihənin məqsədi, iştirak imkanları və startaplar üçün yaradılan beynəlxalq imkanlar təqdim olunub. Qeyd edilib ki, Startup School 4 proqramı 5 qitə 500 startap şüarı ilə həyata keçirilir. İnfosessiya çərçivəsində tələbələr və gənc sahibkarlar layihəyə müraciət qaydaları, seçim meyarları və gələcək mərhələlər barədə məlumatlandırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və layihəyə qoşulmaq istəyənlər qeydiyyata dəvət olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Sabah Hub tərəfindən həyata keçirilən yeni rəqəmsal inkubasiya proqramının başlanğıc görüşü baş tutub. Görüş zamanı proqram iştirakçılarına layihənin məqsədi, mərhələləri və qarşıda duran imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 13 həftə davam edəcək proqram çərçivəsində tələbələr startap komandaları formalaşdıraraq innovativ ideyalar üzərində işləyəcək, mentor dəstəyi alacaq və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2025-2026-cı tədris ili üzrə sonuncu kurs tələbələrinin istehsalat təcrübəsinə start verilib. Tələbələrin nəzəri biliklərini praktiki fəaliyyətlə möhkəmləndirmək məqsədi daşıyan bu prosesə cari tədris ili ərzində ümumilikdə 3000-dən çox tələbə cəlb olunub. Hazırda tələbələr müxtəlif dövlət və özəl müəssisələrdə istehsalat təcrübəsi keçirilər. Statistikaya əsasən təcrübəyə cəlb olunanların 2681 nəfərini 4-cü kurs, 234 nəfərini isə qiyabi şöbənin 5-ci kurs tələbələri və normativ təhsil müddətini aşmış şəxslər təşkil edir. Universitetin təcrübə şöbəsi tərəfindən tələbələrin təcrübə keçdikləri müəssisələrdə mütəmadi monitorinqlər həyata keçirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin 3-cü kurs tələbəsi Nicat Kərimli Türkiyənin İstanbul şəhərində keçirilən Shotokan karate üslubu üzrə dünya çempionatında uğurla çıxış edərək qızıl medal qazanıb və öz kateqoriyasında birinci yerə layiq görülüb. Nicat Kərimli yarış çərçivəsində yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini geridə qoyub və Azərbaycanın idman uğurlarına növbəti töhfəsini verib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində beynəlxalq təcrübə proqramı yekunlaşıb. Proqram çərçivəsində Qazaxıstanın Satbayev Universitetinin magistrantları, Almatı Menecment Universitetinin tələbələri, həmçinin Yesenyov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professor-müəllim heyəti elmi tədqiqat və praktiki təcrübə proqramında iştirak ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ümumilikdə 48 nəfər elmi tədqiqat təcrübəsi keçərək müxtəlif sahələr üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər. Proqram müddətində iştirakçılar akademik mühitlə yaxından tanış olub, elmi araşdırmalar aparıb və sahələr üzrə təcrübə qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Yaşıl Dünyanı Yarat 2 hakatonunda təmsil olunublar. Tələbələr universitetimizi Mind Hub komandası ilə təmsil ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Yaşıl Dünyanı Yarat 2 hakatonunda təmsil olunublar. Tələbələr universitetimizi Mind Hub komandası ilə təmsil ediblər. Komanda hakatonda Aqua Loop adlı süni zəka inteqrasiyalı Smart su sayğacı layihəsi ilə çıxış edib və 5-ci yerə layiq görülüb. Qeyd edək ki, layihənin əsas məqsədi su israfının qarşısını almaq, sızmaları real vaxtda müəyyən etmək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına töhfə verməkdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Anım mərasimi terror qurbanlarının xatirəsinə ucaldılmış barelyef önünə əklil qoyulması ilə başlayıb. Daha sonra dövlət himni səsləndirilib və terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov çıxışında bildirib ki, 30 aprel faciəsi təkcə universitet üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır itki olub və bu hadisə Azərbaycan elminə və gəncliyinə qarşı yönəlmiş faciə kimi yadda qalıb.
Tədbirdə faciəyə həsr olunmuş video çarx nümayiş etdirilib. Həlak olanların valideynləri çıxış edərək övladlarının xatirəsinin yaşadılmasının onlar üçün təsəlli olduğunu bildirib. Universitet rəhbərliyinə təşəkkür ediblər. Hadisə şahidləri də çıxış edərək 17 il əvvəl baş verənləri xatırladıqlarını və bu faciənin yaddaşlardan silinmədiyini vurğulayıblar. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdə məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.